Qarabağda bir günümüz necə keçir? 162-ci günümüzdəyik. Xocavənd rayonunun Hadrut qəsəbəsində öz yaşayışımızı artıq qurmuşuq. Sabah çox qəşəng günəş çıxmışdı. 1-2 saat sonra həmin günəşi itirdik. Bu aralar havalar çox qarışıq keçir. İlkin olaraq yüngülvari təmizlik elədim. Havanın buludlu olmasına baxmayaraq bu gün maraqlı bir addım atdıq. Sonda sizlərlə də bölüşəcəm. Bilirəm ki, Qarabağda günlük yaşayışımız sizlərə çox maraqlıdır. Çalışdığım qədər etdiyimiz hər bir işi sizlərlə bölüşürəm. Otaq təmizliyimiz bitdi və Həmzənin yeməyini verirəm. Çox acıb, səbəbi isə yuxudan durandan 1 saat sonra yeməyini verirəm. Beləcə daha yaxşı acır və yeməyi yaxşı yeyir. Sonra isə özümüz səhər yeməyini yeyib başlayırıq işlərə. Həyət evində yaşayırıq, çöl işlərimiz əslində çox olur. Mən ev işlərindən çox həyət işlərini sevirəm, ancaq birinci evin təmizliyini edib sonra çöl işlərinə keçirəm. 6 aydır Qarabağda yaşayırıq, köçmək, yeni yerə alışmaq biraz çox çətin oldu. Yerləşməyimiz demək olar ki 6 ayımızı aldı. Çox şükür bugün hər şey qaydasındadır. Yoldaşım da qarajımızı səliqəyə salır. Burada da belə bir arı növü gördüm. Çox maraqlı idi. İlk dəfə idi görürdüm. Və keçirik ən əsas məsələyə. Tərəvəz toxumları alıb əkmişdik. Buna baxmayaraq səbrim çatmadı. Ona görə biraz da şitil aldım. Və qərara gəldik ki 10 sıra tərəvəz şitiləkək. Və həmin tərəvəzlərin barını isə şəhidlərimizin adına ehsan verək. Bugün bu torpaqlarda yaşaya biliriksə şəhidlərimizin, qazilərimizin və veteranlarımızın sayəsindədir. Beləcə işlərə davam edirik. Evə keçdim ki, oğlum qapını əl izləri ilə bəzəyib. Birinci öz günahından qaçmaq istədi, ancaq sonda elədiyi səhvi təmizlədi. Bu arada şitilləri əkməyimə baxmayaraq su verməmişdim, çünki torpaq yaşı idi. Instagram səhifəmizdə sorğu qoydum və bildirdilər ki, mütləq su verilməlidir. Mən də başladım sulamağa. Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Dövlətimizə bizə yaratdığı bu şərait üçün dərin minnətdarlığımızı bildiririk. Videomuz maraqlı oldusa bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın.